İndi rejimləri eyni saxlayırıq. Mən gəlirəm, daxil olan bura. Gördünüz, keçirəm elektron xəstəlik, elektron bülleteni sorğula. Bax, gördünüz, mən əllə heç daxil etmədim ki, özü daxil oldu. Ki, istifadə edilib. Məsələn, siz əmasa da bu yüklənir. Mən bunu burada vursam, yüklənmənin, bu yükləndi. Və avtomatik olaraq bura xəstəlik vərəqəsi çıxır. Xanım sual verir ki, bu xəstəlik vərəqəsinin arxasını biz doldururuq, indi yenə dolduracaq. Xeyr, artıq o xəstəlik vərəqəsində yazıdır, stajı nə qədərdir, harada vəzifəsi nədir, funksional rəhbəri qol çəkirdi, sonra mühasibatlıq əmək haqqları zadı yazıdır. Onlara ehtiyac yoxdur. 2 vərəqdir, xəstəlik nədir onunla bağlı məlumatlardır və kim verib, hansı həkim verib, hansı tarixlərdə verib, o haqda məlumatdır. Yəni, dediyim kimi, biz bunu necə etdik? Gəldik burada xəstəlik vərəqəsi seriyasını, burada bülleteni sorğuladıq. Sorğulananda avtomatik olaraq çıxdı ki, hansı xəstəlik vərəqədir. Hansı ki, istifadə edilib, deməli, artıq onunla bağlı biz hesabatı vermişik. Görürsünüz, burada hər ikisi ilə bağlı hesabat verməmişik. Biz hansını vermək istəyiriksə, onu aktiv edirik, qəbul et düyməsini vururuq və bununla da xəstəlik vərəqəsi yüklənir. Əvvəlki kimi kağız formada yüklənməsinə, digər, belə deyək, arxasının qeyd olunması heç nəyə ehtiyac yoxdur. Bu, eyni bu, açdım mən burada PDF formasında sizə. Bu məlumatlar həm də əmasa yüklənən xəstəlik vərəqəsidir. Yəni, eyni məsələ burada yüklənir. Onda sual yarana bilər ki, bəs əmasa niyə yüklənir, burada yüklənir? Əmasda sadəcə HR bir məlumat verir ki, sizin bu işçiniz xəstələndi. Yəni, xəstələndi və xəstəliyi bitdi. Bu, onun üçün çota gedir. Amma burada isə bizə sırf haqq hesab cədvəlinin hesablanması üçün nəzərdə tutulur. Biz bunu haqq hesab cədvəlinin hesablanması üçün əvvəl kağız formada doldururduq, arxasında qeydlər aparırdıq, qol çəkirdik, möhür vururduq. Bunlara ehtiyac yoxdur. Artıq bu cür biz əmasdan yüklənilən məlumatı, eyni məlumatı buradan da özümüz, yəni bəzən bizə sual olurdu ki, deyirlər ki, indi əmasda HR onu yükləyib mühasibatlığa verməlidir. Xeyr, heç nəyə ehtiyac yoxdur, çünki bu həmən məlumat həmçində DSMF-yə gedir. Siz onu DSMF-nin də bazasından yükləyirsiniz və burada dediyim kimi bu düyməni istifadə etməklə, burada elektron bülleteni sorğulamaqla bu məlumatları artıq əldə etmiş olacaqsınız. Əgər sizin dediyim kimi, öncə göstərdiyim kimi sorğulanacaq adam xəstəlik vərəqəsini elektron təqdim etmirsə, yəni o əvvəlki dövrdə olursa, kağız formada, onda bura heç nə çıxmayacaq. Bura məlumatlar o vaxt çıxır ki, artıq xəstəlik başa çatıb və görürsünüz, bu da çünki əmək qabiliyyətinin müvəqqəti itirilməsinin son tarixi yazılır. Yəni, tarix yazılır ki, bu adam artıq bu tarixdə xəstəlik vərəqəsini itirib. Əgər bizim işçimiz hələ də xəstəlik davam edirsə, biz onunla bağlı təbii ki, haqq hesab cədvəlini təqdim edə bilmərik. O səbəbdən də biz e-bülleteni sorğula düyməsini sıxsaq da, onunla bağlı məlumat bizə gəlməyəcək. Çünki xəstəlik vərəqəsi hələ başa çatmayıb. Başa çatdıqdan sonra həm əmasda, həm də DSMF-də bu görsənir. İndi müavinətlə bağlı bəzi məsələləri sizə deyim. Burada